Salam hər kəsə, mən Əli Əhmədov. Cause and Effect kitabının yeni bir videosu ilə qarşınızdayım. Bu dəfə isə birinci bölmənin 3-cü mövzusunu, yəni Vitus Bering Across Siberia to North America mövzusuna baxacağıq. Həmişəki kimi birinci mətni oxuyub tərcümə edəcəyik, izah edəcəyik. Sonra da mətnə aid olan çalışmaları, əsasən də speaking çalışmalarını, cümlə qurmaq çalışmalarını birlikdə işləyəcək. Başladıq. In 1733, 1733-cü ildə the most complete scientific expedition, ən bütöv, ən tamam olan elmi ekspedisiya in history up to that time. Tarixdə həmin zamana qədər, up to that time olacağını həmin zamana qədər. Okay? Deməli, 1733-cü ildə tarixdə o dövrə qədər olan ən bütöv, ən hər tərəfli elmi ekspedisiya left St. Petersburg, Russia. Rusiyadan, Sankt Peterburgdan yola çıxdı. Oranı tərk etdi. The goal of the expedition, goal nə deməkdir? Məqsəd. The goal of the expedition, ekspedisiyanın məqsədi was to explore the east coast of the Siberia. Deməli, məqsədi Sibirin east coast, şərq sahilini kəşf etmək idi. And to find out nə deməkdir? Aşkara çıxartmaq, öyrənmək. Və öyrənmək idi ki, if Asia and North America were joined. Joined bitişik deməkdir. Deməli, onların məqsədi həm də öyrənməkdir ki, Asiya və Şimali Amerika bir-birinə join, bitişik demək. Biz burada if görürük. If-i çox adam sadəcə əgər mənasında başa düşür. Çünki şərt bağlayıcı qismində olanda, məsələn deyirəm ki, tell me if you see her. If burada əgər mənasını verirsə, şərt düzəltsə, əgər sən onu görsən, mənə denən. Yəni onu görsən, mənə denən. Burada bildiyimiz klassik anlamındadır. Amma bir də tamamlıq budaq cümlələrində belə istifadə olunur ki, she wanted to know. O bilmək istəyirdi. Nəyi? If I would go. O bilmək istəyirdi. Nəyi? Mən gedəcəkdimmi? Və gedəcəkdimmi? Bu sual verəndə bu mi-ni görürsünüz orada və yaxud mənim gedib getməyəcəyimi bilmək istəyir. Bax, gedib getməyəcəyimi demək istəyirəmsə, bu if bizə lazımdır. Və yaxud weather də var. Və həmin weather-ə oxşardı. Yəni, qrammatika dərsi keçmək istəmirəm, burada uzatmaq istəmirəm, amma bu əgər mənasında olmadı. Yəni ki, the goal of the expedition. Ekspedisiyanın məqsədi was explore east coast of the Siberia. Sibirin şərq sahilini araşdırmaq və Asiyanın və Şimali Amerikanın bir-birinə bitişik olub-olmadığını aşkara çıxartmaq idi. The scientists planned to report on everything. Alimlər hər şeyi məruzə eləməyi planlaşdırırdılar. The geography, climate, plants, animals and customs and languages of the Siberian people. Deməli, Sibir insanlarını coğrafiyası, iqlimi, bitkiləri, heyvanları, adətləri, dilləri və s. report məruzə eləməyi planlaşdırırdılar. The expedition had to cross Siberia in order to reach the Pacific Ocean. Deməli, to var, üçün mənasını verəcək. Bir də in order to, bu da elə onun uzadılmış versiyasıdır. Demək olar ki, in order to reach the Pacific Ocean. Sakit okeana çatmaq üçün ekspedisiya Sibiri keçməli idi. Vitus Bering, the leader of the whole expedition, deməli, Vitus Bering, bütöv ekspedisiyanın lideri, left St. Petersburg with almost 600 people. Lider Sankt Peterburgu demək olar ki, 600 adamla tərk etdi. Yəni də 600-ə yaxın adamla Sankt Peterburgdan yola çıxdı. The group included a few scientists, skilled workers of all kinds, soldiers and sailors. Include nə deməkdir? Özündə ehtiva eləmək, içində bulundurmaq türklər demiş. Yəni qrupun içində bir neçə alim, skilled workers of all kinds, bütün növlərdən olan bacarıqlı işçilər, yəni hər sahədən olan bacarıqlı işçilər, əsgərlər və sailors, dənizçilər vardı qrupun içində. Alexey Chikharov left later with most of the scientists and tons of supplies. Alexey Chikharov sonra çıxdı, sonra yola düşdü. With most of the scientists and tons of supplies. Alimlərin çoxsu və tonlarla təchizatla Alexey Chikharov sonra yola düşdü. Deməli, eyni ekspedisiya birinci Vitus Bering gedib. Onun ardıcında Alexey Chikharov çıxıb. It took 7 years for Bering's and Chikharov's groups to cross Siberia. Tek götürmək, took da onun keçmişdə olan forması olur, götürdü, düzdürmü?
Amma biz bu ifadəni zamanla bağlı işlətsək, deyirəm ki, məsələn, it takes me 2 hours to wash the dishes. Olur ki, to wash the dishes. Qabları yumaq takes me 2 hours. It takes me 2 hours to wash the dishes. Qabları yumaq mənim 2 saatımı alır. Və yaxud qabları yumaq 2 saat çəkir. Okay? Take burada zaman mənasında zaman çəkdiyini deyir. Yəni onların qruplarının Sibiri keçməsi 7 il aldı. 7 il çəkdi. They traveled mostly in flat-bottomed boats on the rivers. Onlar səyahət edirdi on the rivers. Çayın üzərində bot, gəmilərlə. Necə gəmilərlə səyahət edirdilər? Flat-bottomed. Okay. Flat sözünə baxaq. Flat sözünün çox adam yalnız mənzil mənasında bilir və mənzil mənası da var. Okay. Amma flat sözünün bir mənası da düz deməkdir, düz. Məsələn, flat screen olacaq nə? Düz ekran. Yaxud flat belly, düz qarın və s. Bir söz də var, flat tire. Tire təkər deməkdir. Flat tire düz təkər. Sizcə nə mənasını verəcək bu söz? Flat tire görəcək ki, partlamış təkərə deyirlər. Çünki təkər ki partlayanda, təkər ki boşalır, yerə yapışır, dümdüz olur, belə. Yəni partlamış təkər və boşalmış təkərə deyirlər flat tire. Ayva flat tire, təkərin boşalıb. İndi flat bottom alt deməkdir də. Altı düz olan gəmilərdən səhət edilir əsasən. Bering's group spent a year in Tobolsk, where they built a ship and explored the Ob River. Bering'in qrupu Tobolskda bir il xərclədi, bir il sərf elədi. Harada ki onlar gəmi qurdular, gəmi tikdilər və Ob çayını kəşf etdilər, səyahət etdilər. They continued to Yakutsk. Onlar Yakutska davam etdilər. Yəni onlar Yakutska irəlilədilər və harada ki they spent 4 years. Harada ki onlar 4 ili də Yakutskda keçirdilər. Yakutsk was only a small village. Yakutsk sadəcə balaca bir kənd idi. And there were many people in the expedition. Deməli, ekspedisiyada isə çox adam var idi. So, ona görə də they had to build their own buildings. Onlar öz binalarını tikməli oldular. They also built boats and explored the Lena River. Onlar həmçinin gəmi, qayıq düzəltdilər, qurdular və Lena çayını eksplor elədilər. Then they moved on to Okhotsk on the eastern coast. Sonra onlar moved on to Okhotsk. Okhotska irəlilədilər on the eastern coast. Deməli, sonra da onlar şərq sahilində Okhotska irəlilədilər. It took 2 more years to build ships. Deməli, bayaq deyirdim. It takes me 2 hours to wash the dishes. Nə yazmışdım bunu? Qabları yumaq 2 saatımı alır. İndi də it took 2 more years to build ships. Qayıqları düzəltmək daha 2 ili aldı. So that they could explore and map the east coast. Gəmiləri tikmək ki, onlar şərq sahilini səyahət etsinlər və xəritəyə alsınlar. Map burada feildir də, xəritəyə almaq. Deməli, gəmiləri tikmək ki, onlar şərq sahilini səyahət etsinlər və xəritəyə alsınlar. Daha 2 ili aldı. Bering made careful plans. Bering diqqətli planlar qururdu. But there were always problems. Amma həmişə problemlər olurdu. For example, they lost a lot of their food when one of the ships sank in a storm. Məsələn, onlar ərzaqların çoxusunu itirdilər. Nə zaman ki, one of the ships sank in a storm. Deməli, gəmilərdən biri fırtınada batanda onlar ərzaqların çoxunu itirdilər məsələn. Okay. Sank sözünü bilmirsinizsə yazın. Daha doğrusu sinkdir bu sözün özü, batmaq. Keçmiş zamanda da olur sank. Bəs batmaq sinkdir. Boğulmaq nədir? Boğulmaq da drown. Necə yazılır? Drown. İngiliscə boğulmaq. Sözün yazılışı necə idi? Drown. Okay. Okay. But finally, amma axırda their 2 ships started for North America. Axırda onların 2 gəmisi Şimali Amerikaya başladı, yola düşdü.
They had only one summer instead of 2 years for their explorations. Okay. They had only one summer. Onların sadece bir yayı oldu. Instead of-daki əvəzinə. Instead of 2 years. 2 il əvəzinə. Okay. 2 il əvəzinə bir yayları oldu. Yəni 2 il olacağını düşünmüşdülər, amma əvəzində sadəcə bir yayları oldu explorationlar üçün. Because of the many problems and delays. Çoxlu problemlərə və gecikmələrə görə onların 2 il əvəzinə sadəcə bir yayları oldu. Delay oldu nə? Gecikmə. And summers are short in the north. Yaylar isə şimalda qısa olur. There was more bad luck. Daha çox pis uğursuzluq çox idi. There were storms and the two ships lost contact. Fırtınalar olurdu. İki gəmi isə lost contact, əlaqəni itirdi. But at last the sailors on Bering's ship saw mountains a short distance across the sea. Amma axırda, at last, the sailors on the Bering's ship. Axırda Beringin gəmisindəki sailors, dənizçilər, saw mountains a short distance across the sea. Dənizdən qısa məsafədə dağ gördülər. This proved that North America and Asia were two separate continents. Bu proof sübut edir. Bu sübut edir ki, Şimali Amerika və Asiya two separate continents. İki ayrı qitə idilər. Separate ayrı demək. Okay. Deməli, Asiya ilə Şimali Amerikanın iki ayrı qitə olmasını sübut edən nə oldu? Bizə speaking suallarında verə bilər. İndidən yadda saxlayaq ki, onların orada dağ görməsi. Their problems continued. Onların problemləri davam elədi. Their water supply was low. Onların su təchizatı aşağı idi. But when the men went ashore in Alaska, bu sözü deməli, gəlin tələffüz məsələlərinə baxaq. Bu söz Alaska deməyəcəyik. Əgər ki, ingiliscə düzgün aksentlə tələffüz eləmək istəyirsə, Alaska deyəcəyik. Alaska. Bu söz. Bu sözə vitamin deməyəcəyik. Buna ingiliscə düzgün tələffüz eləmək istəyirsə, vitamin deyəcəyik. Bir də Sibirə, daha doğrusu Siberiya deməyəcəyik. Siberia deyəcəyik. Okay? Mövzunun adında var ya. Bu Siberiya olmayacaq. Siberia. Okay. Siberia, Alaska, bir də vitamin. Okay? Deməli. But when the men went ashore in Alaska, Alaskada adamlar sahilə çıxanda, they got water that was a little salty. Onlar biraz duzlu olan su əldə etdilər. Many of the men were sick from scurvy. Adamların çoxusu scurvydən xəstə idi. A disease caused by the lack of vitamin C. Lack çatışmazlıq deməkdir. Okay? Adamların çoxusu scurvydən, C vitamini çatışmazlığından olan xəstəlikdən xəstə idilər. When they drank the salty water, onlar duzlu suyu içəndə, even nə deməkdir? Lap, hətta. They became even sicker. Onlar lap xəstə oldular. Then they started dying, one after another. One after another nə olacaq? Biri-birinin ardınca. Sonra da onlar biri-birinin ardınca ölməyə başladılar. As the ship sailed south back towards Okhotsk. Okay? Gəmi cənuba, Okhotska geri tərəf üzdükcə, it became lost in storms. O fırtınalarda itdi. Finally, a storm drove it onto a small island. Axır ki, fırtına onu balaca bir adaya sürdü, apardı. And the men knew their ship could not sail again. Adamlar isə bilirdilər ki, their ship could not sail again. Onların gəmisi yenidən üzə bilməzdi. They were in a place with no trees. They were in a place, bir yerdəydilər, with no trees, ağaclar olmayan. Onlar ağac olmayan bir yerdəydilər, yəni gedib çatdıqları adada ağac yox idi. But there were birds and animals for food and fresh water to drink. Amma orada yemək üçün quşlar və heyvanlar var idi, içmək üçün fresh water, təmiz su var idi. However, it was too late for many of them. Lakin, however nədir? Cümlənin əvvəlində gəlibsə, lakin, halbuki, it was too late, çox gecidir for many of them. Onların çoxusu üçün artıq çox gecidir. Men continued to die from scurvy. Adamlar scurvydən ölməyə davam edirdilər. And on December 8, 1741, Bering died and was buried on the island. Dekabrın 8 1741-də Bering öldü və adada bastırıldı. Bu söz bury, bastırmaq deməkdir. Bir var burn,
Burn nədir? Yandırmaq. Yandırmaq. Yoxsa yanmaq. Bury olur nə? Bastırmaq. Bu ikisini qarışdırmayaq. Adam öldü və adı da buried, bastırıldı. Təsəvvür edin, burn ilə bury'in fərqini bilmirsiniz. Oradakı adamlardan biriyik. Təsəvvür bilmirsiniz, yəni təsəvvür edin, burn ilə bury'in fərqini bilmirik. Dənizçi yoldaşlarımız bizə tapşırır ki, gedin bunu bury eləyin, yəni bastırın. Biz də kapitanını çəkib bastırmaq əvəzinə yandırırıq. Pis olardı yəni. Buried on the island adada bastırıldı. That is now named for him. Hansı ki indi onun adına adlandırılıb. Okay. Deməli indi də öz adına adlandırılmış olan adada bastırıldı. When spring came, yaz gələndə, the few remaining men were able to build a small ship. Remaining nədir? Yerdə qalan. Yerdə qalan bir neçə adam were able to build a small ship. Balaca bir gəmi tikə bildi. Necə tikdilər? From the wood in the old one. Okay. Bu van nədir burada? Bu van sözü, ship sözünü görürsünüz. Ship sözü bir dəfə olub, ikinci dəfə təkrarlanmasın deyə. Onun əvəzinə van sözü işlənib burada. Van sözü birisi ilə işlənir. The old one deyərkən, the old ship nəzərdə tutulur. Okay. Deməli, balaca bir gəmi tikdilər. From the wood in the old ship. Yəni, köhnə gəminin taxtasından təzə balaca bir gəmi tikdilər and leave the island. Adanı to da var burada. Okay. Bacardılar. Deməli, yaz gələndə yerdə qalan bir neçə adam köhnə gəminin taxtalarından yeni bir balaca gəmi tikib adanı tərk edə bildi. Able to, yəni bacardı. Yəni şərtlərə rəğmən bunu bacardılar. By this time, bu vaxta qədər, yəni artıq bu zamana qədər, the Russian government had lost the interest in the North Pacific. Rusiya hökuməti had lost interest, marağı itirmişdi Şimal Pasifikə. North Pacific yəqin Şimal Buzlu Okeanı olacaq. Yəqin Şimal Buzlu Okeanı marağı itirmişdilər. Bering's reports were sent back to St. Petersburg and forgotten. Bering'in məruzələri Sankt Peterburg'a sent back geri göndərilmişdi və unudulmuşdu. Decades later, decade nədir? 10 illik deməkdir, dekada. 10 illər sonra people realized that Bering was a great explorer. 10 illər sonra insanlar fərqinə vardılar ki, fərqinə varmaq. İnsanlar fərqinə vardılar ki, Bering yaxşı bir səyyah idi. His expedition gathered important scientific information about the interior of the Siberia. Onun ekspedisiyası Sibirin daxili haqqında vacib elmi məlumatlar topladı. Made maps of the eastern coast. Şərq sahilinin xəritələrini düzəltdi, xəritələrini çıxartdı. And discovered a new part of North America və Şimali Amerikanın yeni hissəsini kəşf etdi. Today we have the Bering Sea. Bugün Bering dənizi var, yəni Bering dənizimiz var. Between Siberia and Alaska. Okay. Bugün Sibir və Alaska arasında Bering dənizi var. To remind us of the leader of this great scientific expedition. Bu böyük elmi kəşfin liderini bizə xatırlatmaq üçün həmin yerdə Bering dənizi var. Başlaya bilərik artıq çalışmalara. Dediyim kimi, lüğət çalışmalarını və bəzi sadə və yaxud qrammatika çalışmalarını ötürürəm, çünki əsasən speaking, cümlə qurma tapşırıqlarına baxırıq, true false-lara da baxa bilərik, amma hansında sualınız olsa, kommentə yazın, kömək eləyəcəm. Okay. Bir də deyək ki, Bering left St. Petersburg ahead of Chekhov. Okay. Ahead nə deməkdir? İrəlidə. Bering Sankt Peterburgu Chekhovdan irəlidə, yəni Chekhovdan qabaq tərk etdi və bu düzdür. Mən oxumuşdum və xatırlayıram ki, bu belə idi. Ona görə bir deyəcəm, true, bir düzdür. Yes, Bering left St. Petersburg ahead of Chekhov. 2. It took them 7 years to cross Siberia. Sibiri keçmək onların 7 ilini aldı. Because they were traveling on horseback. Çünki onlar at belində səyahət edirdilər. Deyəcək ki, yox, bu səhvdir. No, this is false. Səhvdir, bəs harada səyahət edirdilər? 7 illərini aldı, çünki 6 düz gəmilərlə səyahət edirdilər. No, this is false because they didn't travel on horseback. Onlar at belində səyahət etmirdilər. They traveled on flat-bottomed ships. Onlar 6 düz gəmilərdə səyahət edirdilər. Elə mətnin içində var idi bu cümlə. 3. Vitus Bering was from St. Petersburg. Vitus Bering Sankt Peterburgdan idi. Belə bir şey yadıma gəlmir. Görüm şərtlərdə bunun. Aha.
Biz bunu true da deyə işarə edə bilərik, false deyə də işarə edə bilərik və yaxud NI var, yəni not enough information. Kifayət qədər məlumat yoxdur. Mən yadıma gəlmir, böyük ehtimal ki, heç yazmamışlar. 4. Bering spent 2 years exploring the east coast of Siberia. Bering Sibirin şimal hissəsini, şərq sahilini kəşf etmək üçün 2 il sərf etdi. Hatırlamıram düzü. Çünki irəli geri tez-tez qayıtmaq lazımdır. İstəyirəm video çox uzun olmasın, özünüz baxın. Deyirsiniz mənə də. 5. Bering's and Burke's expeditions were similar. Beringin və Burke'ın ekspedisiyaları oxşar idi. Burke kim idi? İndi mənim videolarıma baxan izləyicilərim bilir ki, mən bu kitabın bütün mövzularını çəkib izləyirəm. Burke ki, birinci mövzudaydı. Orada Burke adında da səyyah var idi. Amma onun da başına problemlər gəlmişdi. Amma ona görə ona problemlər gəlmişdi ki, o təcrübəsiz idi. Okay. Mən belə bir cümlə qurmaq istəyirəm ki, onların hər ikisi uğursuz oldu. Amma Burke Bering'dən fərqli olaraq təcrübəsizdir. Onların hər ikisi uğursuz idi. Both of them were, onların hər ikisi were unlucky. İndi də demək istəyirəm ki, Bering'dən fərqli olaraq nədir? Unlike. Unlike Bering, Bering'dən fərqli olaraq Burke was inexperienced. Inexperienced, təcrübəsiz. Okay. Bering'dən fərqli olaraq Burke təcrübəsiz idi. Okay. Bu da belə. Növbəti sual. Bering's men found Eskimos in Alaska. Bering'in adamları Alaska'da Eskimolar tapdı. Böyle bir şey, ümumiyyətlə Eskimo'nun E'si yox idi orada. Bu 6'ya qoyacaq false. 7. Scurvy is caused by a lack of vitamin C. Scurvy C vitamininin çatışmazlığından olur. Bəli. Yazaq ki, yes, scurvy is a disease caused by the lack of vitamin C. Aha, elə bir anlıq yazıcı unuttum, elə düz yazmışım sonra. Okay. Bu formada yazılmış. 8. Alaska belonged to the United States at the time of Bering's expedition. At the time of Bering's expedition. Bering'in ekspedisiyası zamanı Alaska Birləşmiş Ştatlara məxsusdur. Mən bilən pul verib alıblar da, sonradan Rusiya pul verib, yoxsa? Əvvəlcə Rusiyan olub, Amerika pul verib alıb. Aha. Bəlkə də bu səhvdir. Bilirik ki, biz bilirik ki, bu belə deyil, düzdürmü? Çünki biz bilirik ki, əslində Rusiya tabe idi o vaxt. Amma öz biliyimizi kənara qoyuruq. Mətnin içindən yazıbsa, ona uyğun da variant işləyəcək. Yəni yazacağıq ki, NA, yəni belə məlumat yoxdur. Çünki sabah IELTS testlərində belə şeylərdən bizi tələyə sala bilərlər. Okay. Baxaq çalışmalara, baxaq cümlə qurma çalışmalarına. 1. Why was Bering's trip called a scientific expedition? Bering'in səyahəti niyə elmi ekspedisiya adlanırdı? Düz xatırlayıramsa, belə bir açıqlama vermişdi ki, ona görə elmi ekspedisiya adlanır ki, onlar hər şeyi məruzə etməyə planlaşdırırdılar. They planned on reporting, onlar məruzə etməyə planlaşdırırdılar. They planned on reporting everything about the Siberia. Onlar Sibir haqqında hər şeyi məruzə etməyə planlaşdırırdılar. Hər şey deyəndə ki, onların adətləri, tarixləri, xəritəsi və s. 2. What did the men on the expedition do in Tobolsk? Okay. Ekspedisiyadakı adamlar Tobolsk'da nə etdilər? Ya da indi kimdə bir də qayıdıb baxam, mən ərinkirəm. Həm özümə görə ərinkirəm, həm videonu uzatmaq istəmirəm. Və deyək də, düz xatırlayıramsa, gəmi, yox, onlar çox idilər, Tobolsk'sa balaca bir yer idi, yaşamağa bina tikmişdilər. Okay. Əsas cümlə qurmağımız da, belə bir cümlə quraq ki, orada çoxlu adamlar var idi. There were a lot of people. Mənim tənbəliyimə baxmayın, siz harası imtahanda falan işləyəndə, əlbəttə ki, necə lazımdır, elə diqqətli olmalısınız. Sadəcə, mən əsas məqsədim tərcümə eləməyi göstərirəm və cümlə quruq bir yerdə, ona görə çox dərinliyinə getmirəm. Amma imtahan üçün eləsəydik, daha diqqətli baxardıq əlbəttə. There were a lot of people. Çoxlu adamlar var idi və onların yaşamağa yerə ehtiyacı var idi. And they needed a place to live. Ona görə də onlar Tobolsk'da binalar tikdilər. That's why they built
Buildings, çoxlu binalar. They built many buildings. Tobolsk'da, in Tobolsk. Okay. 3. Where did they stay longer? In Tobolsk or in Yakutsk? Yakutsk'da çox qaldılar yoxsa Tobolsk'da? Düz xatırlayıramsa, əcəb düz xatırlamıram. Özümdən atıram sırf cümlə qurmaq xatirinə. Deyirəm ki, onlar Tobolsk'da daha çox qaldılar. They stayed longer in Tobolsk. Hətta belə bir cümlə qurmağı bilmirdiksə belə, sualın içindəki sözlərdən istifadə edib cümləni quraşdıra bilərdik. Okay. 4. Why did the expedition have to build boats? Niyə ekspedisiya gəmilər düzəltməli oldu? Okay. Buna özümüzdən cavab verməliyik. Yəni burada düz və yaxud səhv cavab yoxdur. Gəmilər tikməli. Bir var gəmi tikdilər, bir dənə balaca gəmi tikmişdilər. Köhnə gəminin qalıqlarından o heç. Özlərinin tikdikləri səhv eləmirəmsə 6 düz gəmilər idi, yoxsa dar gəmilər idi. Belə deyim də çayda böyük gəmi ilə səyahət etmək təhlükəli idi. It was dangerous to travel on a big boat. That's why, ona görə də onlar balaca gəmilər, onlar balaca 6 düz gəmilər inşa etməli olurlar. That's why, onlar inşa etməli olurlar. They had to build small, flat, bottomed ships. Okay? Daha doğrusu boats. Ship yekə deyilir, yekə gəmi, bot qayıq deməkdir də. Daha doğrusu belə deyək də, shipi bura qoyaq. Böyük gəmidə səyahət etmək təhlükəli idi, ona görə də balaca qayıqlar tikdilər. Deməli, ship, gəmi, bot, qayıq. Okay? It was dangerous to travel on a big ship. That's why they had to build small, flat-bottomed boats. 5. How did the two ships lose contact in the Pacific Ocean? İki gəmi Pasifik Sakit Okeanda əlaqəni necə itirdi? Sakit Okeanda fırtına olmuşdu. There was a storm in the Pacific Ocean. Sakit Okeanda fırtına var idi. That's why, ona görə də elə cümlənin qalanında buradan oxuyacaq. The two ships lose contact. 6. Why did the men on the island, niyə adadakı adamlar, continue to die even when they had food and water? Even nə deməkdir? Even hətta, lap və yaxud da ki, burada görəcək ki, even when they had food and water. Hətta suları və yeməkləri ola-ola niyə ölməyə davam edirdilər? Özümüzdən belə bir cümlə quraq ki, scurvy artıq onların immun sistemini zədələmişdi. Scurvy xəstəliyi idi də. Scurvy artıq had already zədələmək nədir? Zədən özü damage, zədələməkdə yenə damaged. Scurvy had already damaged their immune system. That's why they continued to die. Ona görə də onlar ölməyə davam etdilər. Biraz da artıraq ki, yeməkləri və suları olsa belə. Even they had food and fresh water. Okay? Scurvy had already damaged their immune system. That's why they continued to die even they had food and fresh water. Bura when də qoya bilərik. Even when they had, yəni olanda belə, when and də. Yəni onların yeməkləri və təmiz suları olanda belə ölməyə davam etdilər. Çünki scurvy onların immun sistemlərini zədələmişdi. 7. Is scurvy a problem on ships today? Scurvy bugünkü gün gəmilərdə problemdirmi? Why or why not? Niyə və yaxud niyə yox? Ulduz var, özümüzdən fikirləşməliyik. Mən deyirəm ki, yox. I think not. Ya da I would say, mən deyirəm ki, I would say scurvy is not a problem for sailors, dənizçilər üçün. Mən deyərdim ki, scurvy bugünkü gün dənizçilər üçün problem deyil. Niyə? Belə bir açıqlama verək, cümlə quraraq. Because there are a lot of advancements in the modern medicine
Medicine tibb demək, bir dərman demək, bir tibb demək. Müasir tibbdə çoxlu advancement, irəliləyişlər var and they can store a good amount of. Demək istəyirəm ki, bugünkü gün tibbdə irəliləyişlər, bugünkü gün müasir tibbdə irəliləyişlər var və onlar gəmidə böyük miqdarda vitaminli ərzaqları saxlaya bilərlər. Çünki müasir soyuducular var. Onlar gəmidə böyük miqdarda vitaminli ərzaq saxlaya bilərlər. Necə olacaq? They can store a good amount of böyük miqdarda. They can store a good amount of food. Oldu nə? Onlar böyük miqdarda ərzaq saxlaya bilərlər və yaxud they can store a good amount of nutritious food. Nutritious, vitaminli, xeyirli, nutritious food. They can store a good amount of nutritious food because there are modern refrigerators. Okay? Və yaxud da ki, çünki onlar müasir soyuducuların olublar, equipped with, təchiz olunublar, o sözü yadıma salmağa çalışırım Azərbaycanca. Because they are equipped with modern refrigerators. Çünki onlar müasir soyuducularla təchiz olunublar. 8. When Bering's expedition returned biraz yorğunam, üzülürsən. When Bering's expedition returned to St. Petersburg, were they welcomed as national heroes? Bering'in ekspedisiyası Sankt Peterburqa qaydanda onlar milli qəhrəman kimi qarşılandılarmı? Niyə və yaxud niyə də yox? Sizcə özümüzdən cavab verməliyik. I would say, okay, mən deyən qalsın qıraqda məlumat vermişdik ki, Rusiya hökuməti artıq marağı itirmişdi. Bədəcdə, baxmayaraq ki, Rusiya hökuməti artıq marağı itirmişdi, insanlar öz qəhrəmanlarının qədrini bildilər. Göyə də bir cümlə quraq. Baxmayaraq ki, Rusiya hökuməti marağı itirmişdi, baxmayaraq ki, nədir? Even though. Deyirəm ki, even though the Russian government, mən bunu böyütmürəm rahat. Even though the Russian government had lost the interest, baxmayaraq ki, Rus hökuməti marağı itirmişdi, xalq, the people, dəyərini bilmək sözü nədir ingiliscə? Dəyərini bilmək, qədrini bilmək, ona deyəcək appreciate. The people appreciated their heroes, və yaxud da ki, qəhrəmanlarının verdiyi qurbanları. Their heroes sacrifices. Sacrifice qurban verməkdə. Sacrifices. Qurban vermək yox, yəni bir işi edərkən verdiyin qurbanlar. Okay? Even though the Russian government had lost the interest, the people appreciated their heroes' sacrifices. Okay? Bunu da ötürəm asandır. Reading çalışması var. Bunu da özünüz baxın. Mən əsas speaking demək istəyirəm sizə. Bunları da baxın, sualınız olsa deyin mənə. Amma writing-i yazmağınızı istəyirəm. Writing çalışmalarını çünki xoşlayıram. Və ümumiyyətlə writing yaxşı bir şeydir də. Sən writing yazında fikirləşirsən ki, cümlədə hansı sözdən sonra hansını gətirim. Cümlə qurmağı öyrənirsən. İngiliscə, yəni xarici dildə writing edərkən xarici dildə düşünməyi öyrənirsən. Birinci writing çalışması deyir ki, you are one of the men who left the island in the spring of 1742. 1742-ci yazında adanı tərk edən adamlardan birisən. Hə, oxumuşuq da biz. Oxumaqdan ziyadə özümüzü həmin insanlardan birinin yerinə qoyacağıq. Tell what happened to you during the decade from 1733 to 1743. Deməli, başına gələn 1733-dən 1743-ə qədər olan 10 illik ərzində sənə başına gələnləri danış. Give a few details və bir neçə detallar ver. Okay? Özümüzü qoyacaq o adamlardan birinin yerinə, oxuduğumuz cümlələrdən istifadə edib maraqlı bir essay yazacağıq, komment atacaqsınız və mən yoxlayacağım. 2. İçədə deyir ki, the reading does not say what happened to the people on Chekhov's ship after the two ships lost contact. Deyir ki, yazda bu mətndə iki gəmi əlaqəni itirəndən sonra Chekhovun gəmisinin başına, daha doğrusu iki gəmi əlaqəni itirəndən sonra Chekhovun gəmisindəki adamların başına nə gəldiyini mətn demir. What do you think happened to them? Siz onların başına nə gəlib? Araşdırıb da yaza bilərsiniz, amma ən yaxşı söz yaradıcılığınızı işə salın, qəşəng writing yazın, kommentə yoxlayacağım. İzlədiyiniz üçün təşəkkür edirəm. Bir sonraki mövzunu da çəkib qoyacağım.
Baxdığınız üçün, kommentləriniz üçün, like'larınız üçün çox sağ olun.